Ay izləyicilərim, Fidan barəsində yenə açıqlama verəcəm. Və məni diqqətlə dinləyin. Mən bu dəqiqə Fidanla evlənmirəm. Sadəcə Fidan restoranda görmüşəm, xoşum gəlir. Bəyənmişəm, danışırıq. Mən kişi xeyalıyorum. Mən 5 qızla da danışa bilərəm, 3 qızla da danışa bilərəm. Kimlə alınacaq, kimlə tutacaq, onu alacam. Mən özüm uşaq deyiləm, sadəcə danışıram. Mən bu dəqiqə Fidanla evlənmirəm ki, deyirsiniz Allah'ıma. Bir git başka gidiş birbirimizi beğenmeyişik yok. Ben gözüm çok ben dünyam değil, başka dünyanın insanı. O da benim kimi. Ne oldu? Sakoyla restorana gitmiştik, orada gördüm, kızı çok beğendim. Maması geldi, güzel izlediğim bunu neleri. Kızını da gördüm, böyle çok güzeldi, geldi güzelim. Ondan sonra dedim TikTok'um var, dedi var. Adresini de TikTok adresini aranızda geldi, mesaj yazdım, nömrəni verdim, verdi. Ondan sonra dedim ki çok güzelsen, sana hoşum geldi, dedi. Anasını deyip de koşuyorsun sen. Tanrılık dünyanı dağıldı be. Tanrılık dünyanı bədələrine dağıldı. Reklamlar dağıldı, şirkətlər dağıldı. Ben ağır fikir. Peki lütfen, çünkü TikTok'ta bir hamı sevgisi şeydi ki, mənim hamı sevgisi vardı, biz danışıqda sonra ayrılırlar. Yok, o ki de ayrılmadı, arkadan ben bağlamaq istəmirəm, və kalmayacaq. Gec danışıram. Özü mən ona əvvəl dedim ki, mən çox danışmaq sevmirəm. Ay 2 dəqiqədən bir sən yıxan, qısqanmaq yolları, nə bilməm, mən gec danışıram. Xoşlamıram satlanan telefonda qalım, mən o yaşımda deyim artıq. 17 yaşım var, mən də satlanan yazışam, tık eləyəm, mən xoşlamıram. Alınacaq, bu koltuğuma gətir, verim, xanım edəcəm, almayacaq, xoş getdim.